Salam, hər vaxtınız xeyir. Bir qısa video ilə bir olimpiada sualı izahı seriyamızdan növbəti sualımıza baxırıq. Sualda bizə bildirilir ki, pastat kürəkləri üçün doğru fikirləri müəyyən edin. Bildiyiniz kimi pastat kürəklər daimi kürəklərin, yəni qərb kürəkləri, şimal-şərq və cənub-şərq kürəkləri, yəni qütb kürəkləri ilə birlikdə müəyyən bir hissəsini təşkil edir, yəni müəyyən bir komponentini təşkil edir və ona uyğun olan doğru fikirlərin bizdən tapılması tələb olunur. A variantında bildirilir ki, bütün materiklərdə müşahidə edilir. Gördüyünüz kimi qırmızı oxlarla Passat kürəkləri qeyd edilmişdir. Passat kürəkləri Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Afrika, Avstraliyanı əhatə etsə də Antarktida materikində müşahidə edilmədiyi üçün bu cavab versiyasını yanlış hesab edirik. Növbəti B variantında isə bizə bildirilir ki, Cənub yarımkürəsində sağa meyl edilir. Gördüyünüz kimi Cənub yarımkürəsində sağa yox, sola meyl etməsi müşahidə edildiyi üçün biz passatların bu xüsusiyyətini yanlış olaraq qeyd etməliyik. Növbəti interaktivdə istiqamətini ildə 2 dəfə dəyişir. Sualın giriş hissəsində də bildirdiyim kimi passatlar daimi kürəklər olduğu üçün daimi kürəklər heç zaman istiqamətini dəyişmir. İstiqamətini dəyişən kürəklərə mövsümi kürəklər, mussonlar və ildə 2 dəfə dediyi üçün buna mussonlar aiddir. Daha sonra Labrador və Somali yarımadaları üçün səciyyəvidir. Sözsüz ki, biz burada Afrika bölgəsi olan Somali yarımadası üçün bunun doğru olduğunu, yəni passatların müşahidə edildiyini deyə bilsək də, Şimali Amerikanın Labrador yarımadası üçün bu xüsusiyyəti qeyd edə bilmirik. Ona görə də bunu yanlış olaraq qəbul edirik. Növbəti bir variantımız qalır ki, bu da doğru cavabdır. Tropik enliklərdə yüksək təzyiq sahəsindən ekvatorial enliklərdəki alçaq təzyiq sahəsinə doğru əsir. Gördüyünüz kimi hər iki yarımkürədə 23,5 dərəcəli paralellərdən deməli mərkəzdə olan ekvatora doğru bu küləklərin əsməsi müşahidə edilir. Yəni tropik enliklərin yüksək təzyiq sahəsindən ekvatorial enliklərin alçaq təzyiq sahəsinə. Ona görə də bu sualın doğru cavabı E variantı hesab edilir.